Mingəçevir şəhərinin Heydər Əliyev prospekti ilə Məmmədəmin Rəsulzadə küçəsinin kəsişməsində Gross Market adlı yeni bir alış-veriş mərkəzi fəaliyyətə başladı. 2 mərtəbədən ibarət və ümumi sahəsi 1700 kvadrat metr olan Gross Market böyüklüyünə görə regionlarda açılan supermarketlər arasında birinci yeri tutur. Biz Gross Market'te işlere bundan yaklaşık 6-7 ay önce başladık. Önce tikintimizi modern, muasır bir market için ne gerekiyorsa o vaziyete getirdik. Gene günümüzün en muasır, en modern, Türkiye'den ve Avrupa'dan avadanlıklarıyla teçhiz ettik, uğraştırdık. Kompütür sistemimiz, IT barkod sistemimizi uğraştırdık. Ve bunun arkasından da gerek Azerbaycan'da mevcut firmaların istihsali olan, gerekse Türkiye başta olmak üzere Avrupa, Rusya, bütün dünyanın en tanınmış brandlerinin hem erzak hem de gayri erzak mallarıyla marketimizi doldurduk. Şəhər sakinlərinin ixtiyarına verilən market olduqca keyfiyyətli ərzaq və qeyri-ərzaq məhsulları ilə öz alıcılarının ehtiyaclarını tam ödəmək gücündədir. Qeyd edək ki, birinci mərtəbəsində müştərilərə ət, süd və bu kateqoriyadan olan məhsullar, o cümlədən uşaq qidaları təqdim olunur. Gross Market şəkərli diabet xəstələrini də yaddan çıxartmayıb. Belə ki, burada diabet xəstələri üçün vacib olan bütün növ qida məhsulları da satılır. Gross Market'te biz Mingəçevirlilere 26 ayrı kategoride takriben 15.000 farklı cür mal sunuyoruz. Marketimiz içerisinde bugün 5, ileride ihtiyaca göre 6-7 tane kasa ödeme merkezi olacak. Marketin içerisinde Mingəçevir'de bir yenilik olarak büyük bir fırın tesisimiz var. Bu fırınımızda hem Azerbaycan şiriniyatları, tortlar, pastalar, hem çörek unlu mamuller, Türkiye mamulatlarını sıcak ve taze olarak her gün Mingəçevirlilərin istifadesine sunacağız. İkinci mərtəbədə isə əsasən yuyucu və təmizləyici maddələr, ətriyyat, kosmetika, qab-qacaq, yataq dəstləri, məişət texnikası, təsərrüfat məhsulları və müxtəlif çeşidli hədiyyələr alıcıların ixtiyarına verilib. Buradan eyni zamanda məktəblilər üçün dərs ləvazimatları da əldə etmək mümkündür. Ümumilikdə Mingəçevirlilərin rahatlığını düşünən Gross Supermarket öz alıcılarının yolunu gözləyir. Rəhman Əsədov, Ramin Ələsgərov, Elmir Həsənov, LTV Mingəçevir.